Bəli, biz Ukraynanın siyasi tərəfdən gedişatı necə olacaq, bu məsələnin müzakirəsini aparacaq. Amma diqqətlər bir də ərazi məsələsi, ərazi güzəştləri olacaqmı? Artıq açıqlamalara gəldikdə daha çox həm rəsmilərin verdiyi açıqlamalar olsun, daha sonra medianın yaydığı informasiya olsun. Ukrayna itirmiş olduğu bütün əraziləri demək olar ki, geri qaytarmayacaq deyirlər. Hətta ekspertlərin rəyləri ondan ibarətdir ki, qaytarılsa belə bunlar strateji nöqtələr olmayacaq, strateji ərazilər olmayacaq. Və bütün bu onunlar fonunda növbəti bir xəbər tirajlandı. Almaniya hərbi cəhətdən Ukraynaya yardım edir. Mini Taurusların göndərilməsinə artıq start verilib. Maraqlı məqam ondan ibarətdir ki, görüşə qədər Ukrayna masada güclü olmaq üçün cəbhədə görüntünü, xəritəni dəyişə bilərmi? Və xüsusi olaraq bir də qarşı tərəf var. Kursku mübadilə etmək istəməyən Rusiya var. Belə olduğu təqdirdə görüşə qədər Kurskun qaytarılması bəs necə? Mümkündürmü? Xəritə üzərində təhlil edəcəyi hərbi ekspert Ramil Məmmədli ilə. Ramil bəy, xoş gəlmişsiniz, xoş gördük. Təşəkkür edirəm, çox sağ olun dəvət. Ramil bəy, hazırda Ukraynanın aqibəti məsələsi masada müzakirə olunur. Meydanda isə əlbəttə ki, proseslər davam edir. Amma bugün gələn son açıqlamalara baxdıqda da onu görürük ki, ilk olaraq məsələ Ukrayna itirilmiş ərazini qaytara biləcəkmi, qaytara bilməyəcəkmi bu məsələ müzakirə olunur. Ortaq rəy ondan ibarətdir ki, qaytara bilməyəcək. Sadəcə olaraq bəlkə Kursk qarşısında strateji olmayan bir nöqtə olacaq. Har ola bilər? Əlbəttə ki, Kursk əməliyyatı Ukrayna ordusunun bütün müharibə dövründə bu 3 il ərzində, daha dəqiq desək, 1087 gün ərzində aparılan əməliyyatlar zamanı müharibə dövründə həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatdır. Çox təəssüf ki, artıq əvvəlki miqyas Ukrayna Silahlı Qüvvələrinin əlində qalmayıb. Demək olar ki, 50% daha əvvəlki günlərdə əldə etdiyi 50% itirib və ardınca isə həmçinin paralel olaraq isə Rusiya Silahlı Qüvvələri Kurskdakı hərbi birləşmələri, yəni Ukrayna hərbi birləşmələrini mühasirəyə salmaq üçün Sumi vilayətinə, yəni Sumsk vilayətinə daxil olublar. Həm yuxarı istiqamətdə, həm qərb istiqamətindən, həm şimal-qərb istiqamətindən daxil olublar. Bu istiqamətdə hal-hazırda çox ağır döyüşlər gedir. Əslində Rusiyanın bu daha əvvəldən həyata keçirmək istədiyi hərbi əməliyyat idi. Xarkovla Sumsk vilayətinin Suma şəhəri arasında yolu bağlamaq, nəqliyyat dəhlizinə nəzarəti öz üzərinə götürməkdir. Təbii ki, bu müharibədə risklər olduqca böyükdür. Əlbəttə ki, bir çox ölkələr təbii ki, baş verən hadisələri fərqli formada təhlil edirlər. Görünən odur ki, Kurskda ilkin mərhələdə böyük bir ərazini itirən Rusiyanın bu istiqamətdə, yəni Lugansk, Donetsk, Xerson və Xarkov istiqamətində ümumiyyətlə hərbi əməliyyatları 2 dəfədən artıq aşağı salmaq və Kursk istiqamətində, daha doğrusu Kurskun Ukrayna tərəfindən ələ keçirdiyi əraziləri azad etmək istiqamətində əməliyyatlar həyata keçirməkdir. Amma görünən tamam başqa bir vəziyyətdir. Əksinə, avqust ayından başlayaraq Rusiya xüsusilə Donetsk vilayəti ərazisində, Donetsk ərazisində hücum əməliyyatlarının miqyasını 2 dəfədən artıq artırıb və bir-birinin ardınca strateji olan bir neçə yaşayış məntəqəsini, daha doğrusu iri yaşayış məntəqəsini, yəni şəhərləri və bundan başqa çoxlu sayda kiçik yaşayış məntəqələrini, kənd və qəsəbələri işğal edib, ələ keçirib və hazırki vəziyyət Zaporojye istiqamətində, Zaporojye şəhərinə 30 kilometrə qədər olan məsafədə Rusiya Silahlı Qüvvələrinin dislokasiya edildiyi informasiyaları var. Bunu Ukrayna tərəfi də təsdiqləyir. İndi bəlli məsələdir ki, əgər tərəflər razılığa gələrsə və yaxud Trumpın təhdidi ilə artıq bilmirəm, bu masa necəsə qurularsa, burada yəni ərazi üzərində baxdıqda bu xəritənin artıq 2022-ci il sərhədlərinə, yəni belə 2022-ci il görüntüsünü görməyimiz bir qədər çətin olacaq. Çünki ən azından Krımla cənub istiqamətdə bir quru sərhədi yaranmış oldu. Buradan torpaq verməyəcək. Bəs ərazi Ukraynaya əgər belə bir razılaşma olarsa, hansı ərazi qaytarıla bilər? Ümumiyyətlə Rusiyanın həm taktiki, həm də strateji hədəflərində ələ keçirdiyi ərazilərin heç bir hissəsini geri qaytarmaq niyyətində deyil. Əksinə, yəni Ukraynanın ərazisi olan Donetsk vilayətinin, yəni vilayətin bir hissəsi hələ də
Ukrayna tərəfindən, yəni mərkəzi hakimiyyət tərəfindən nəzarətdə saxlanılır. Rusiyanın əsas məqsədi Donetsk vilayətinin Ukrayna ordusunun yerləşdiyi əraziləri ələ keçirmək, yəni Donetsk vilayətini tam olaraq artıq Ukrayna ordusundan təmizləməkdir. Yəni bu yaxın gələcəkdə baş verə biləcək hadisə deyil. Təbii ki, Trumpın yanaşmalarında bir qədər biznesmen yanaşmaları var. Mən filan şeyi verirəm, sən filan şeyi ver, qarşılıqlı bu cür al-ver məsələləri var. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın siyasi rəhbərliyi, hərbi siyasi rəhbərliyi və ümumiyyətlə hərbi rəhbərliyi bu məsələdə bir mənalı mövqe ortaya qoyublar. Digər tərəfdən də əgər hər hansı bir ərazinin güzəştə gedilməsi ilə bağlı bir mövqe ortaya qoyularsa, hazırki hakimiyyətin, yəni Putin və onun, Rusiya prezidenti Putin və onun komandasının hakimiyyətdən devrilməsinə qədər olan hadisələr baş verə bilər. Biz bunu Rusiya tarixində dəfələrlə şahidi olmuşuq. Həm Çar Rusiyasının dövründə, həm də Sovet Rusiyası yeni yaranan dövrlərdə bunun şahidi olmuşuq. Mən ad-baad da səsləndirə bilərəm, amma hesab edirəm ki, bunun üzərindən keçsək yaxşıdır. Təbii ki, hazırda bugünkü indi mənzərəyə baxdıqda siz deyirsiniz, yəni ərazi yəqin ki, qaytarmayacaq, mübadilə məsələsi söhbətdən, yəni bu məsələyə belə söhbət açmağa ehtiyac yoxdur. Digər tərəfdən görürük ki, hələ ki siyasi cəhətdən də tərəflər ortaq bir məxrəcə gəlməyiblər. Avropa məsələdən bir qədər kənarda qalıb. Bunun fonunda məlumat tirajlanır və sizdən sağda görürlər. Bir qədər arxa tərəfdə, xeyr, Almaniyanın göndərdiyi raketlər, HF-1 puası, mini taarruz kimi təqdim olunur. Yəni 6000 ədəddən söhbət gedir. Ola bilərmi indiki halda əgər Ukrayna tərəfi istədiyini ala bilməsə, yəni masadan ala bilməsə, meydanda bir qədər hücumunu artırmaq üçün bu formada dəstəklənər? Əlbəttə ki, bu müharibənin fərqliliyi onunla bağlıdır ki, raket sistemlərindən bugünə qədər çoxlu sayda istifadə olunub, həm də paralel olaraq pilotsuz uçuş aparatlarının müxtəlif təyinatlı vasitələrindən istifadə olunub. Həm Ukrayna, həm Rusiya bu istiqamətdə əməliyyatlarda tədbirlərini həyata keçirib. Hesab edirəm ki, bu cür silahlar, yəni raketlər, əlbəttə ki, Rusiyanın bir sıra vacib hədəflərini sıradan çıxarda biləcək, amma yerüstü əməliyyatlarının dayandırılması kimin vacib olan məsələnin qarşısını ala bilməyəcək. Mən bunu dəfələrlə bildirmişəm, sizin studiyadan dəfələrlə, ARB-nin studiyasından dəfələrlə bildirmişəm. Bu hələ xatırlayırıqsa, biz Amerikaya və Almaniyaya məxsus tankların Ukrayna ordusuna verildiyi zaman bir çox siyasi şərhçilər əməliyyatların taleyinin dəyişəcəyini bildirirdilər, elə bu studiyadan da bildirirdilər. F-16 çox təyinatlı döyüş təyyarələrinin də Ukraynaya veriləndən sonra hərbi əməliyyatlarda dəyişiklik olacağını dedilər, amma əksinə, yəni Dzerjenski, Torsk şəhəri alınıb və digər şəhərlər bir-birinin ardınca alınıb F-16'lar Ukraynaya verildikdən sonra. Bu baxımdan... Yəni, qərbdən gələcək, xüsusən də Avropadan gələcək hər bir dəstək meydanda Ukraynanın lehinə vəziyyəti dəyişmək üçün kifayət etməzmi? Məsələn, bu mini raketləri verdilər, taarruzları versə? Canlı, təbii ki, onlar Rusiyanın dərinliyində yerləşən strateji hədəflərin məhv edilməsi üçün olduqca əhəmiyyət kəsb eləyən, daşıyan silahlardır. Həmçinin Rusiyanın işğal etdiyi, nəzarətində saxladığı ərazilərdəki strateji və taktik hədəflərin sıradan çıxarılması üçün əhəmiyyətlidir. Amma yerüstü əməliyyatların mobil qruplar tərəfindən sürətli şəkildə dəyişdirilərək, dislokasiya yerlərini dəyişdirərək yerüstü əməliyyatların həyata keçirilməsinin qarşısını ala bilmir. Fakt faktlığında qalır. Yəni, F-16 döyüş təyyarələri çox təyinatlıdır və bu raket sistemindən də daha effektivdir. Çünki üzərində çoxlu sayda həm raketlər, həm də digər təyinatlı vasitələr yerləşir ki, onlardan istifadə etməklə deyək ki, hücum xəttində
döyüş aparan Rusiya ordusunun birləşmələrinin dayandırmaq mümkündür. Müdafiə xəttini sıradan çıxartmaq olar, hücum xəttini sıradan çıxartmaq olar. Amma əksini biz görürük. F-16'lar veriləndən sonra əksinə daha sürətli hücum əməliyyatlar keçirir. Bunun qarşısını hansı formada almaq olar? Canlı qüvvənin, peşəkar canlı qüvvənin iştirakı ilə. Peşəkar canlı qüvvənin iştirakı tam şəkildə təmin olunmayana qədər Ukrayna silahlı qüvvələri döyüş meydanında effektiv nəticə əldə edə bilməyəcəklər. Muzdular cəlb oluna bilər ən azından. Muzdular olduqdan sonra, maliyyə olduqdan sonra. Muzdular təbii ki, bu məsələdə bir sıra məqamları həyata keçirə bilirlər. Amma muzduların arasında onlarla Rusiya xüsusi xidmət orqanlarına çalışan, Rusiyanın hərbi kəşfiyyatına çalışan onlarla şəxslər ya müəyyənləşdirilib, ya da onlar ilk təhlükə yaranan zaman döyüş xəttini keçərək Rusiya tərəfinə keçiblər. Döyüş xəttindən Rusiya tərəfinə keçiblər. Yəni bu bir deyil, iki deyil, artıq onlarla belə faktlar var. Bu baxımdan hesab edirəm ki, Qərb üzərinə götürdüyü öhdəliyi, hansı ki Ukraynanı 2022-ci ildə NATO'nun baş katibi Stoltenberg yanvar ayının əvvəlində bildirdi ki, biz artıq Ukraynanı NATO'ya üzv eləyirik, hazırıq. Gürcüstan da onunla paralel olaraq NATO'nun üzvü olacaq və bu kimin açıqlama verən şəxslərdən artıq soruşmaq lazımdır ki, siz bu məsuliyyəti öz üzərinizə götürdünüz. Boris Johnson'dan soruşmaq lazımdır. Britaniyanın keçmiş heç bir hazırda hakimiyyəti baş naziri, heç bir hakimiyyəti təmsil etmir. Ki siz zamanında belə qərarlar verdiniz ki, Ukrayna neytral ölkə olmaqdan çıxaraq artıq NATO'nun tərkib hissəsinə çevrilir. Və belə bir vəziyyətdə hanı NATO'nun ordu birləşmələri, yəni NATO'nun nizami ordu birləşmələri Ukrayna ərazisində hərbi əməliyyatlara cəlb olunmayana qədər bu problem qalacaq. Necə ki, siz o əməliyyata cəlb olunmağını nəzərdə tutursunuz. Bəli, tamamilə ki, artıq atəşkəs olsun, yerləşdirilmə olsun. Yəni siz sual verdiniz ki, bu ərazilər dəyişə bilər, yoxsa yox. Məsələn, Koreya yarımadasında Şimali Koreya sürətli şəkildə hücum edərək, deməli, Koreya yarımadasının cənub artıq istiqamətlərində güclənən zaman, hansı ki, bu artıq Amerika öz mövqeylərini itirmişdi. Bu zaman Amerika və onun müttəfiqlərindən ibarət olan nizami ordu birləşmələri Koreya yarımadasında müharibəyə cəlb olundular və onlar indiki Cənubi Koreyanın mövcud olmasını təmin etdilər. Yəni, məsələ burasındadır ki, bu nizami ordular döyüş meydanına cəlb olunmayana qədər bu problem qalacaq. Amma söhbət atəşkəsin imzalanmasından gedirsə, atəşkəs imzalanandan sonra ən yaxşı halda Rusiyanın razılaşa biləcəyi məsələ kim hansı mövqeydədirsə, orada da qalmaqla bağlı qərar olacaq, razılaşma olacaq. Bugün son olaraq bir məsələyə də diqqət çəkmək istəyirəm. Çernobıl məsələsinə xəbər çıxdı ki, Çernobılın enerji blokuna pilotsuz uçuş aparatı ilə hücum edilib Rusiya tərəfindən və Rusiya tərəfi bunu təksib etdi. Vəziyyət bu qədər gərginləşərsə, növbəti Çernobıl məsələsi. Əslində Çernobıl həm Ukrayna tərəfindən, həm Rusiya tərəfindən qorunan ərazidir. Biz xatırlayırıqsa, müharibənin ilk günlərində Rusiya silahlı qüvvələri Çernobıla daxil olaraq həmin ərazidə təhlükəsizlik tədbirləri görmüşlər. Sonra onu Ukrayna tərəfinə təhvil verərək geri qayıtdılar. Yəni, ümumiyyətlə, Çernobılda bir bölmənin partlaması nəticəsində bu gördüyümüz bütün ərazilər, Berlinə qədər olan, hətta Bona qədər olan ərazilər şüalanmışdı, radiasiya təhlükəsi ilə üz-üzə qalmışdı. O baxımdan əlavə bir narahatlığın yaranmasına risk heç bir tərəfdən həyata keçirilə bilməz. Bu inandırıcı deyil. Təəssüf ki, ümid edirik ki, o mənzərəni də görməliyik. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Dəyərləndirməniz üçün görək artıq masadakı danışıqlar xəritəni necə dəyişdirmiş olacaq, parçalanma olacaqmı, yoxsa necə? Təşəkkür edirəm. Minnətdaram, sağ olun. Bəli, biz Rusiya-Ukrayna cəbhəsindəki son vəziyyəti öyrəndik.